Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin illər əvvəl dediyi sözlər yenidən gündəmə gəlib. Bu haqda video sosial şəbəkənin Azərbaycan segmentində sürətlə yayılır. Global Info xəbər verir ki, 1989-90-cı illərdə Azərbaycan əlifbası ilə bağlı müzakirələr aktuallaşmışdı. Allahşükür Paşazadə ərəb əlifbasına keçməyin zəruri olduğunu deyirdi. Dövrün aparıcı müxalifət təşkilatı olan Azərbaycan Xalq Cəbhəsi isə bunu gerilik hesab edir, Latin qrafikalı Azərbaycan əlifbasının üzərində dayanırdı. O vaxt Milli Azadlıq Hərəkatının lideri olan Əbülfəz Elçibəy, Professor Firuddin Cəlilov və başqa şəxslər Türkiyənin dini elitasından, İrandan və Səudiyyədən gələn bu xətti müdafiə və təbliğ edən şeyxlə toqquşurdu. Şeyx isə üçlü, hətta bəzən dörtlü xətt yürüdürdü. Türkiyə, İran və Səudiyyə xətlərini müdafiə edir, arxa planda isə öz maraqlarını qoruyurdu. Sovet KQB-sinin də əlifba məsələsində öz mövqeyi var idi. Yəni, şeyx bir neçə cəbhə ilə anlaşaraq mövqeyini gücləndirirdi. Bəzi iddialara görə onun bu fəaliyyəti maliyyə dəstəyi ilə ödüllendirilib. Təbii, bu bir iddiadır, doğru olmaya da bilər. Bir başqa iddia isə budur ki, şeyx bu xəttdə Azərbaycana qarşı olan qüvvələrin aqressiyasını, açıq müdaxiləsini neytrallaşdırmaq, onları arxayın salmaq üçün müdafiə edib. Bir növ onların başının altına yastıq qoyub. Əlifba məsələsində gizli şəkildə AXC-nin siyasətini müdafiə edib. Statın sonu. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.